Bəzən maraqlı yerləri tapmaq üçün yüzlərlə kilometr yol getməyə çalışırıq. Google-da saatlarla araşdırma edirik, videolara baxırıq, plan qururuq. Elə bilirik ki, gözəl mənzərələri görmək üçün mütləq başqa ölkəyə getmək lazımdır. Amma mən son vaxtlar bir şey düşünürəm. Bəlkə problem maraqlı yerlərin az olmasında deyil, bəlkə problem bizim onları görməməyimizdədir. Bu gün də məhz buna görə evdən çıxdım. Açığı bu günün necə keçəcəyini heç özüm də bilmirdim. Çünki hər dəfə yeni bir layihəyə başlayanda beynimdə eyni suallar fırlanır. Bu video doğrudan da izlənəcək, çəkəcəyim görüntülər məni qane edəcək, yoxsa montaja oturanda deyəcəm ki, bu dəfə də alınmadı. Mən özüm bəyənmədiyim videonu heç vaxt paylaşmaq istəmirəm. Çünki bu kanal mənim üçün sadəcə YouTube deyil. Bu kanal mənim gündəliyimdir. Bu gün necə düşündüyümü, necə hiss etdiyimi, haralara getdiyimi, illər sonra açıb baxacağım bir xatirə kitabıdır. Ona görə hər video mənim üçün vacibdir. Kameraları maşına yerləşdirəndə belə beynim dayanmaq bilmir. Bir tərəfdən çəkəcəyim kadrları düşünürəm, bir tərəfdən isə Volqaya baxıram. Görəsən buna növbəti hansı işi görək? Düzünü desəm bu maşın artıq mənimlə birlikdə yaşayır. Mən onu idarə etmirəm. Biz birlikdə layihələr hazırlayırıq. Elə layihə 3110 seriyasında olduğu kimi hər dəfə ona baxanda ağlıma yeni fikir gəlir. Yeni detal, yeni çəkiliş, yeni macəra. Sonra bir də özümə baxıram. Kamera, mikrofon, bataryalar, yaddaş kartı. Bir məzmun istehsalçısının yarım həyatı elə bunları yoxlamaqla keçir. Hər şey hazırdırsa, yola çıxmaq vaxtıdır. Maşını işə salıram. Volqanın səsi mənə qəribə rahatlıq verir. Bilmirəm niyə. Bəlkə də illərdir bu maşınla gəzdiyim üçün artıq onun səsini də tanıyıram. Bəzən insanlar soruşurlar: "Bu maşınla uzun yol getmək çətin deyil?" Əlbəttə çətindir. Kondisioner yoxdur, yay günəşi isə heç kimə güzəşt etmir. Bu gün də hava kifayət qədər isti idi. Şəhərdə tıxac, qırmızı işıqlar, asfaltın istisi, bir tərəfdən də kameralar. Amma maraqlıdır. İnsanlar sevdiyi işi görəndə bunların heç biri ona mane olmur. Əksinə, hər biri sonradan danışacaq bir xatirəyə çevrilir. Yolda gedərkən düşündüm, insan çox qəribə varlıqdır. Bəzən 1000 kilometrlərlə uzaqda olan yerləri tanıyır, amma yaşadığı şəhərdə illərlə yanından keçdiyi yeri tanımır. Mənim bugünkü istiqamətim də belə yerlərdən biridir. Bakıda yerləşir. 2015-ci ildə salınıb və ən maraqlısı, mən bu vaxta qədər bir dəfə də olsun bura getməmişdim. Düz 11 il. 11 il bu park burada olub. Mən isə bir gün gedərəm deyə gəlib çıxmamışam. Bəlkə sizdə də belə yerlər var. Hər gün yanından keçirsiniz, amma heç vaxt içəri girməmisiniz. Bu gün mən də həmin səhvi düzəltməyə gedirəm. Düzünü desəm, içəridə məni nə gözlədiyini özüm də bilmirdim. İnternetdə bir neçə şəkil görmüşdüm, amma şəkillə həmin yerdə olmaq tamamilə başqa hissdir. Birazdan o qapıdan içəri girəcəyəm və görəcəyik. Doğrudanmı bu parkın haqqında danışmağa dəyər, yoxsa sadəcə insanların çox şişirtdiyi adi bir yerdir? Bunu birlikdə öyrənəcəyik. Maşını saxlayıb parkın girişinə yaxınlaşdım. İlk baxışdan çox böyük görünmür. Hətta desəm ki, bura elə böyük park deyil. Yəqin ki, yanılmaram. Qapıya yaxınlaşanda ilk diqqətimi çəkən şey onun ölçüsü oldu. Öz-özümə düşündüm. Yaponlar bunu öz boylarına görə tikiblər deyəsən. Boyum 1.90-a yaxındır. Bir anlıq başımı aşağı əymədən keçsəydim, videonu burada yox, xəstəxanadan davam edəcəkdim. Amma zarafat bir yana. Qapını keçən kimi qəribə bir hiss yaşadım. Arxada şəhərin səsi qaldı. Qarşıda isə tamam başqa bir atmosfer başladı. Ən çox xoşuma gələn də elə bu oldu. Amma elə bir şəhərin səsindən bir addım kənara çıxmısan. Bəlkə də bu seriyanın adı boş yerə bir addım kənarda deyil. Bir neçə addım atırsan və hər şey dəyişir. Burada hər detal düşünülərək hazırlanıb. Daşlar, ağaclar, kiçik taxta elementlər, körpü, göl, hətta yerə düzülən daşların forması belə adi görünmür. Hər detal sənə deyir ki, bura fərqli məkandır. Ən çox diqqətimi çəkən isə Yapon memarlığının o sadəliyi oldu. Heç nə özünü göstərmək üçün qışqırmır. Heç nə dəbdəbəli deyil, amma hər şey öz yerindədir. Elə buna görə də gözəldir. Bəzən gözəllik çoxluqla olmur. Düzgün seçilmiş kiçik detallarla olur. Parkın içində gəzdikcə bir şey başa düşdüm. İnsanlar niyə Yapon mədəniyyətinə bu qədər maraq göstərirlər? Çünki onların fəlsəfəsində sakitlik də bir sənətdir. Bizdə adətən park deyəndə uşaq səsləri, musiqi, qaçış, səs-küy yada düşür. Burada isə adamın ürəyi istəyir ki, sadəcə yavaş-yavaş gəzsin, heç yerə tələsməsin. Bəlkə də buna görə Yapon bağları dünyanın hər yerində bu qədər sevilir. Bir də maraqlı bir detal. Mənim illərdir həyata keçirmək istədiyim arzularımdan biri var. Bir gün Sakura mövsümündə Yaponiyaya getmək. Çünki internetdə o görüntülərə baxanda adam elə bilir ki, nağıldır. Səhrayı ağaclar, sakit küçələr, yarpaqların küləklə rəqsi. Düşünürdüm ki, bu hissi yaşamaq üçün mütləq Yaponiyaya getmək lazımdır. Amma bu gün burada, Bakının ortasında, sakura ağaclarını görəndə qəribə hiss keçirdim. Əlbəttə, bu Yaponiya deyil, amma o ruhdan kiçik də olsa bir parça hiss etmək mümkündür. Bəzən insanların bütün arzusunu yox, sadəcə kiçik bir hissəsini yaşamaq da kifayət edir. Mən körpünün üstündə dayananda bunu düşündüm. Gölə baxdım, suyun üzərində sakitliyə baxdım və öz-özümə dedim: "Nə yaxşı ki, bu gün bura gəlmişəm." Çünki bəzən ən gözəl xatirələr planlaşdırdıqlarımız yox, sadəcə çıxıb getdiyimiz günlərdə yaşanır. İnsan qəribə varlıqdır. Həmişə uzaqları arzulayır. Yaponiya, İslandiya, Norveç, İsveçrə sanki xoşbəxtlik həmişə başqa ölkədədir. Amma bu gün burada gəzəndə özümə bir sual verdim. Görəsən, biz doğrudan da başqa ölkələri görmək istəyirik, yoxsa sadəcə fərqli hiss etmək istəyirik? Məncə cavab ikincidir. Çünki bəzən fərqli hiss etmək üçün pasporta möhür vurmağa ehtiyac olmur. Sadəcə baxış bucağını dəyişmək
kifayətdir. Bu park bunun ən gözəl nümunəsidir. Düzünü desəm internetdə şəkillərinə baxanda düşündüyüm qədər böyük deyilmiş, amma maraqlıdır. Buradan çıxanda ölçüsü haqqında yox, mənə yaşatdığı hiss haqqında düşünürdüm. Əslində yaxşı bir məkanın ölçüsü kvadrat metrlərlə ölçülmür. Oradan ayrılanda yaddaşında nə qoyduğu ilə ölçülür. Məncə Yapon parkı bu işi bacarır. Burada gəzdikcə hər detalı biraz da diqqətlə izləməyə başladım. Taxtaların işlənməsi, daşların düzülüşü, kiçik körpü, sakit gölməçə, ağacların yaratdığı kölgə. Heç biri təsadüfi görünmürdü. Sanki parkı tikən insanlar demişdilər: "Bura böyük olmasın, amma yadda qalsın." Və məncə buna nail olublar. Bir detal da xüsusi diqqətimi çəkdi. Biz adətən parklara gələndə telefona baxırıq. Şəkil çəkirik, story paylaşırıq, sonra da çıxıb gedirik. Amma bu gün özümü bir neçə dəfə telefondan uzaqlaşdırdım. Sadəcə oturdum, ətrafa baxdım, sükutu dinlədim. Və qəribədir. Bəzən insanların ən çox ehtiyac duyduğu şey elə budur: sükut. Bir neçə saatlıq da olsa tıxacı unutdum, isti havanı unutdum, işləri unutdum. Sadəcə gəzdim, baxdım, düşündüm və məncə hər insanın ayda heç olmasa bir dəfə belə bir günə ehtiyacı var. Əgər bu videodan sonra belə yerlər yadınıza düşəcəksə, deməli bu video məqsədinə çatıb. Çünki bu seriyanın məqsədi sizə ən məşhur yerləri göstərmək deyil, əksinə, bəlkə də heç vaxt diqqət etmədiyiniz yerləri birlikdə kəşf etməkdir. Mən istəyirəm ki, bu videolardan sonra siz də yaşadığınız şəhərə başqa gözlə baxasınız. Bəzən ən maraqlı yerlər xəritənin mərkəzində olmur. Sadəcə biz onlara baxmırıq. Əgər yolunuz bir gün Bakının bu hissəsinə düşərsə, vaxtınız varsa, buraya mütləq baş çəkin. Xüsusilə də yaz aylarında, sakura ağacları çiçək açanda. Əminəm ki, buranın havası tamam başqa olur. Bəlkə də Yaponiyanın özünü əvəz etməz, amma sizi onun ruhundan kiçik bir hissə yaşadar. Və bəzən elə bu da kifayətdir. Mən Warden Grey. Bu isə Bir addım kənarda seriyasının ilk dayanacağı idi. Unutmayın, macəra həmişə uzaqda başlamır. Bəzən sadəcə bir addım kənarda başlayır. Bu dəqiqəyə qədər bizi izlədiyiniz üçün təşəkkür edirik. Videonu bəyənməyi, kanala abunə olmağı və digər sosial media hesablarımızı izləməyi unutmayın. Bəyənmə, şərh yazma və videonu yadda saxlama kimi etkiləşimlər kanalın böyüməsi üçün çox önəmlidir. Sizin dəstəyinizlə daha yaxşı məzmunlar yaratmağa davam edəcəyik. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın.